Yaradıcılıqla anormallıq arasında çox incə bir sərhəd var. İndi sizə bu sərhəddə yaşayan insanlardan, şizotipallardan danışacağım. Şizotipal şəxsiyyət pozuntusunun problemi sadəcə qəribə düşünmək və mistik olmaq deyil. İnsan zehninin məna yaratma funksiyasının həddən artıq genişlənməsidir. Şizotipal struktur insan beyninin əlaqəsiz şeyləri əlaqələndirmək və təsadüfə məna vermə meylinin ifrat formasıdır. Bəs şizotipal insan həyatı necə yaşayır? Adi insan hadisələri görür. Şizotipal insan isə hadisələrin arxasındakı görünməyən qatları da hiss etməyə çalışır. Sanki onun üçün dünya sadəcə maddi reallıq deyil. Dünya onun üçün işarələr, gizli əlamətlər, metafizik ehtimallar şəbəkəsinə çevrilir. Yəni bir insan gizli mənaları axtarmağa o qədər öyrəşir ki, bir müddət sonra hər şey ona sirli görünməyə başlayır. Hər şey həddən artıq sirli olduqda isə reallığın sadə həqiqəti görünməz olur. Şizotipal strukturun əsas problemi məna infilyasiyasıdır. İnsan ona görə hər şeydə məna və ilahi işarə axtarır ki, zehin qeyri-müəyyənliyi və boşluğu sevmir. Şizotipal sistem isə boşluğu mistik məna ilə doldurur. Kainat mənə nəsə demək istəyir. O reallığın sadəliyi ilə kifayətlənə bilmir. Çünki sadəlik ona soyuq və mənasız görünür. Bu səbəbdən onun zehni görünməyən qatlar yaradır. Şizotipallar mistik və ezoterik mövzulara ona görə maraq göstərirlər ki, adi reallıqdan daha böyük reallıq axtarırlar. Bu xüsusiyyət bir çox insanda ola bilər. Şizotipalların problemi ehtimalın həqiqət kimi yaşamalarıdır. Onun ən böyük daxili konflikti bilirsiniz nədir? İnsanlardan fərqlənmək onu xüsusi və üstün hiss etdirir. Amma həmin fərqlilik onu insanlardan uzaqlaşdırır. Çünki anormal görünürlər və anlaşma problemi yaşayırlar. Bəzi mütəxəssislər şizotipal şəxsiyyət pozuntusunu şizofreniya ilə səhv salırlar. Ancaq arada kritik fərq var. Şizotipallar reallığı tam itirmirlər. Şizofreniyada isə psixoz, hallüsinasiya və ciddi reallıq itkisi müşahidə olunur. Yəni şizotipallar reallıqdan qaçmırlar. Sadəcə reallığın görünən hissəsini kifayət hesab etmirlər. Sevindirici xəbər isə odur ki, bu problemin tam həlli nat texnikaları ilə mümkündür. Fikirləriniz çox dəyərlidir.